insan öləndən sonra tamamen yox olmur ki. Yəni öldü, bitdi mi məsələ? Qurtardı mı? Eşitmirmi bizi? Yoxsa eşidə bilər bizi? Məsələn, mən bir gün ayə oxuyurdum, Quran-ı Kərimdə qeyd elədim. Hətta Salih Peyğəmbərdir, gəldi, deyir, qövmü öləndən sonra. O ki, bəla ki gəldi, hamısı yıxıldı, qaldı torpağın üstündə, ölüb. Gəldi, deyir, ya qavmi, ləqəd əbləxtukum risalətə Rabbi və nəsəhtu ləkum və ləkin lə tuhibbunən nasihin. Ay mənim qövmüm, mən sizə nə qədər nəsiyyət elədim, izah verdim, xeyirinizi istədim, amma siz təəssüf olsun ki, sizin yaxşılığı istəyənləri sevmədiniz. Bəşərin qəribə xüsusiyyəti var, yaxşılığı istəyəni sevməz. Öz-özünü bədbəxt eləyər. İndi burada bir sual çıxır. Əgər onlar eşitmirdirsə, Salih Peyğəmbər onlara niyə danışır? Bu ayədir də bu. Gəlib öləndən sonra onlarla danışır. Bunlar eşitmir, niyə danışır? Bir var, üzünü tuta Allah'a deyir, Allah, bunlar axıb niyə belə elədi? Yox, bunlara deyir, ya qavmi, ay mənim qövmüm. Yaxşı. Deməli, əgər bunlar eşidirsə, danışır. Eşitmirsə, niyə danışır? Bu məsələnin bir tərəfidir. Deməli, öləndən sonra insan tamamən əlaqəsi itmir ki, bu dünya ilə. Məsələ bitmir ki, yekunlaşmır ki. O yenə də neyniyə bilər? Bizi görür, yenə də bizi eşidir. Bəli, şəfaət eləməsi də mümkündür yenə də. Yenə də məsələn, Allahın qatında çünki çox müqərrəb bir insandır, Allahın yaxın bir insandır və onun istəyi Allah üçün çox mühümdür. Mənim üçün nəsə istəyə bilər, mənə dua eləyə bilər, mənim ruhuma təsir eləyə bilər. Allahın izni ilə də. İndi burada məsələn, bir adam deyir ki, necə o Allahdan siva, Allahdan siva. Quranda nə qədər ayələr var ki, məsələn, İsa Peyğəmbərin özü gəldi, məsələn, ölünü diriltmirdimi? Yaxşı, Quran başqa yerə deyir, xaliq mənəm, bu necə olur dirildir? Deyir, uhyi, mən dirildirəm. Yaxşı, əxluqu, mən xəlq edirəm. Amma iznillah, Allahın izni ilə tez məsələ nöqtə qoyulur ki, yəni burada da heç kəs məsələni qatışdırmasın. Allahın izni ilə necə İsa Peyğəmbər diri öz vaxtında məsələn ölü dirildə bilirsə, yaxşı xəlq edə bilirsə Allahın izni ilə, bu olarsa, niyə də bu sonradan da olmasın ki? Nədir müşkül? Axı, o qüdrət ki onda var idi, onun ruhu ilə bağlı idi, o cismi ilə bağlı idi. Sual. Mən ki görürəm indi, səni eşidirəm, mənim bir həqiqətim var da, yəsəlunəkə ruh tərəfim var da. İnsanın hələ həqiqəti də ruhudur da, düz deyil. Əgər ruhdursa mənim həqiqətim, eşidən ruhdur, görən ruhdursa, bu göz, qulaq bir alətdirsə, belə deyək də, vasitədir də, həqiqət ruhdursa. Allah da Quran-ı Kərimdə ölümdən danışan təvaffəthul məlaikə deyir. Mələklər siz ölən zamanı təvaffə kəlməsi tam təhvil edirlər, tam təhvil alır sizin həqiqətinizi. Deməli, ruhu aldı. Əgər ruh həqiqətən görə bilirsə, eşidə bilirsə, o yenə də eşidir, yenə də görür Allahın izni ilə.